Avropalılarda bilirsən nə ləzzət eləmir mənə? Qardaş, bunlar qonaq gəlmir də. Yəni bunun kayfı yoxdur. Sənə yazmamış, sənə xəbər eləməsə əvvəlcədən qonaq gəlməyəcək. Çünki niyə? Onlar sənin şəxsi vaxtına hörmət elədikləri üçün icazəsiz və xəbərdarlıq etmədən qonaq gəlmirlər və onlar üçün bu Yox da indi bax sən bunu düzgündür. psixologiya tərəfdən deyirsən. Mən okey, mən səninlə razıyam. Ancaq ki bunun kayfı yoxdur. Yəni mən öyrəşmişəm bilsən necə? Səhər yatmısan, qapı döyülür, baxırsan ki, xala gəlib. Və yaxud da nə bilim əmi oğlu qurban gətirib sənin üçün, başa düşdün? Avropalılar üçün bu etik sayılmır. Və əslində etikanın Çətini budur da. Başa düşürsən, çətini budur. Yəni sən bununla bir növ uzaqlaşırsan. Bəlkə də indi mən səhv deyirəm, bəlkə də ki düz deyirəm, ancaq ki mənə görə bunun ləzzəti başqadır. Azərbaycanlılara düzdür, çox çətindir belə, yəni ortamda yaşamaq, amma yəni bunlar vərdişdilər və bunlar üçün bu normaldır. Bəlkə də Avropalılar düz eləyir, bəlkə də səhv eləyir, bunu qoy izləyicilər desin.